Açılış necədir? Salamlaşma. Nədir? Salamlaşma edirsən. Salamlaşma eləyim. Gəl səninlə salamlaşma. Bizdə kimi? Mən deyirəm salam mövcü cavab deyir. Aleyküm salam. Sevgili intro. Cavab çağırır. Olar. Böyle. Salam aleyküm. Aleyküm salam. O beyxana var o ayada düşür. Salam şair. Salam şahid, aleykümselam. Necəsən? Vəziyyət necədir? Başlayalım. Getdik. Sənə orada kanal suallar gəlir. Kanal haqqında, Ümumiyyətlə şey yox, kriptovalyuta. kriptovalyuta haqqında suallar gəlir. Məsəl üçün deyirlər ki, YouTube kanalını yaratmısan, belə videolar çəkirsən, yəqin ki, kurs satmağa başlayasın. Amma hansı ki bizdə kurs satmaq haqqında söz keçmir yəni. Həmişə kurs reklamları gəlir Telegramda, ona görə istəyirəm. Çox vaxtda hal-hazırda onsuz da bu tradinglə məşğul olan bloqerlərin çoxu siqnal satır, kurs satır. Yəni hansı siqnal misal üçün bu qəpiyi, bu coin-i bu qiymətdən al, bu qiymətdən satarsın. Misal üçün sənə yol göstərir ki, burada bu qədər qazana bilərsən. Və hansı ki onun özünün manipulyasiv yolu var ki, o sən aldıqca sən itirəsən, amma o qazanacaq. Yəni onun da dərinlikləri var. Çox girişmək istəmirəm özümə. Problemlər yaratmaq istəmirəm, düşmən yaratmaq istəmirəm. Çünki bu sektorda demək olar ki, təzədir. Bəs mən girsəm olar, icazənlə. Vaxt da var. Yəni biraz təhlükəlidir, amma yenə də. Qalxıb düzəltmək lazımdır. Özünə düşmən. Nəsə fikirləşmək olar yəni. Mən belə fikirləşirəm ki, onda manipulyativ yol deyəndə ağlıma gəlir. Mən də az-çox baxmışam Türk Rus videolarına, zaten az bilirəm. Onda belə çıxır ki, onlar manipulyativ yol ancaq ola bilər ki, daha ucuz olanda alıb səndən qabaq. Tutaq ki, mən 3 ay qabaq ən ucuz idi. İndi sizlərə təklif edir ki, siz alın. Tələbat çoxaldıqca orada qiymət qalxır da, düz başa düşmüşəm. Hə, tüpbərin düz uzun müddətli, hə, biri də var ki, qısa müddətli. Qısa müddətli necə olur? Misal, sənə siqnal göndərir ki, bu coin-i alın, yarım saatdan sonra, 45 dəqiqədən sonra, misal üçün satarsınız, bu qədər gəlir götürə bilərsiniz. Sən girirsən siqnala, hamı da tərifləyir, baxsan ki, siqnallar tutur. Girirsən siqnala, görürsən qalxır, amma ki, həmin siqnalı verən dediyi insan nöqtəyə qədər gəlmir. Ondan sonra o qiyməti düşür və sən artıq uduzmağa başlayırsan. Bu misal nədir? Burada söhbət ondan gedir ki, həmin o dəqiqə ərəfəsində o siqnalı atan kimi həmin o pozisiyaya girir, yəni o coin-i alır ucuz qiymətdən. O siqnal sənə gec gəlsin və sən onu aldıqca da sən onun qiymətini qaldırırsan. Bir momentdə də bu artıq o qiyməti kəsir. Kəsəndə də nə olur? Satır. Satan kimi də o qiyməti düşməyə başlayır. Belə. Siqnal qısaca deyə bilərəm ki, yəni məsləhət görmürəm. Siqnal verən insanlara da çox inanmıram. Kurslar barəsində də Azərbaycan, yəni tradingdə məncə Azərbaycan çox yenidir. Kurs yazılmaq istəsəz mən xaricilərdəkilərə məsləhət görürəm. Mən özüm də bu dəqiqə yəni qaranti heç kimə verə bilmərəm ki, gəlmə. Kursa ehtiyac var mı üçün burada? Mən düşünürəm ki, hər kəsin öz araşdırması nəsə daha uyğundur. Elədir. O prosta insandan insana çox fərqlidir. Elə insan var ki, tez götürür. Mən misal üçün YouTube kanalından kimsə xariclərdən baxıb götürə bilər. Elə adamlar çox. Elə adam var ki, amma individual oturub nəyisə başa salmalısan ki, bax budur. Başa düşməli yenə gələn. Başqa ucu dillə başa salsan ki, budur. Başa düşməli ucu loru dilindən başa salsan. Yəni biraz fərqlidir olar. Ən sadə dillə kriptovalyuta necə izah etmək olar? Ən sadə də dağdakı çobanda başa düşsün. Millətin pulu. Necə? Yəni yeni dövrdə millətin pulu. Belə bir şey deyə bilərəm. Yəni necə ki bizdə manat kimdən asılıdır? Mərkəzi bağlı. Yəni dövlətə bağlı. Dövlətdən asılıdır. Amma kriptovalyuta elə bir şeydir ki, kriptovalyuta məndən, səndən, o ümumi bütün millətdən asılıdır. Yəni sən əgər ki bir şey alırsansa, sən o bir şey aldığının qiymətini qaldırırsan. 100 nəfər alır, qiyməti qalxır. Düzdür, kriptovalyutadan kriptovalyuta fərqlidir, amma ümumi Bitcoin-a qalsa, Bitcoin belə işləyir. Yəni o xayıplar, xəbərlər nə üçün yayılır? Bitcoin-i misal üçün qiymətini salmaq üçün və ya qaldırmaq üçün. Onların qiymətində siz qaldırıb siz salırsınız, yəni böyük büdcələrlə giriş edərək. Yəni ona görə bu millətin əlində olan bir şeydir. Düzdür, Satoshi yaradılır, prosta Satoshi ortalıqda yoxdur. Yəni Satoshi adı var. Tutaq ki, bir limitlə çıxarılan bir şey var. Tutaq ki, telefon çıxarıb Tesla, Elon Musk. Yəni Satoshi deməyək, indi tamam başqa bir ad çəkək. Çıxarıb telefon, amma limitlə çıxarıb 500 dənə. Həmin 500 dənə telefonu sən ala bilərsən, stoklaya bilərsən.
Məsəl üçün hərəsinin də qiyməti real dünyada belə vərdiş olduğumuz yerdə, vərdiş olduğumuz dollarla $500-dır. Amma sən sayısı limitlə olduğu üçün həmin limitə çatdıqca, say azaldıqca 500-dən ucu qaldığında 50 dənə $500 telefon olur 5000 və yaxud da ki 50000. Mən kriptovalyutanı buna oxşadıram. Hansı ki Bitcoin-da ona bənzər yanı var. Tutaq ki bir limit sayla buraxılıb, təxminən ki neçəsə milyon idi, səhv eləmirəmsə. Nə qədərsiz hələ deyəsən o Satoshi-nin öz əlindədir. Ki o da şübhə yaradır ki, öz payından satışa çıxardıcı qiymət təbii ki düşür. Çünki xalqın pulu nəyə görə dəyər qazanır, dəyərdən düşür, tələbata görə. Mən özüm araşdırdığım məntiqi şeyimdə deyirəm, necə deyirlər ona? Məntiqi mühakimə, belə elmimizdə desək də, kitab dilində məntiqi mühakimə olmalı deyir ki, o çıxarır bazara, xalqın pulu nəyə görədir? Tutaq ki, bir xalq təkcə taxıl satır. Tutaq ki, Ukrayna. İndi məşhur olduğu şey odur. Tutaq ki, Rusiya. Həm qaz satır bütün dünyaya. Və bir dənə şey var. Coin, kripto rublu var. Həmin rubllə satır. Bunun qazına tələbat olanda bunun rublun qiyməti qalxır. Real dünyada da bənzər gedir, amma kriptoda tam açıq-aşkardır da, mərkəziyyətsizdir. Məsələn, dünyada bunu şey eləyən Amerikanın mərkəz bankıdır, hansı ki pulu istehsal edən də odur, onun dəyərini verən budur. Amma kriptovalyutada necədir? Tələbat var, qiymət artır. Tələbat yoxdur, qiymət düşür. Necə ki o Shiba Coin, nə bilim nələr var idi, sayı çoxdur. Tələbat çoxalsa da arasındakı məbləğ çox az dəyişir. Mən kriptovalyutanı buna oxşadıram. İndi sən məndən daha çox bilərsən, sən nə düşünürsən? Səhvdir yoxsa düzdür? Əslində düzdür. Kriptovalyuta belə deyim, o ümumiyyətlə qiymətin qalxışı, düşüşü çox məntiqli tərəfləri var, hansı ki faktorlar çoxdur. Bax, market maker var, hansı ki hansısa birjanın işçisidir. Ona misal üçün bir məbləğ ayırırlar, deyirlər ki 200 milyon misal. Bu 200 milyon verirlər market makerə. Market maker gün ərzində alqı-satqı edir. Alqı-satqı edir ki, qiyməti misal üçün 60.000, 70.000 arası oynasın. Çox vurmasın. Çünki bu misal üçün kiminsə əlində olsa, BlackRock bir dənə satsa o böyük düşüş olur. O böyük düşüşün də qarşısını alan o market makerdir. Yəni məntiq olaraq bunu da götürə bilərik bir faktor kimi ki, qiyməti necə düşür, necə qalxır. Amma daha çox dediyim kimi xəbərlərdən asılıdır ki, xəbərlərdə misal üçün elə bir xəbər çıxa bilər ki, fake xəbər də ola bilər, doğru xəbər də ola bilər. Misal üçün axırıncı səfər olan Trump coin kimi. Yaxınlarda oldu. Trump partlatdı. Trump demək olar ki, hamıdan çox qazandı orada. Necə oldu ki? Misal 10 kimi 18 sentdən çıxdı qiymət bazara. Yəni Trumpın öz coini. Trump nəyinədir? Trump girdi bir dənə tweet atdı. Tweet nədir? Demək olar ki, yəni xəbərdir də. Tweetə atan kimi, bu xəbəri görən kimi insanlar həmin o vibe-ına görə başladı o coini almağa. O coini aldıqca qiyməti qalxdı. Düz indi məsəl xəbərlərdə deyirlər ki, deyəsən xəbər çıxmışdı ki, Amerikanın özündə bir gün ərzində 10.000-ə yaxın milyoner oldu. Bir gecə ərzində. Yoxdur. Hə, 10.000 nəfər milyoner oldu. Yəni bu kiçik bir summa deyil, kiçik bir insan sayısı deyil, yəni böyük insan sayısıdır. Bir gecə ərzində 10.000 nəfər milyoner. 10.000 milyoner, onu da şey vuranda, milyona vuranda neçə? Milyarda yaxın pul edir. Hə, bu da tək Amerikanın özündədir. Bu günlər misal üçün qabağıma Instagramda belə bir reels çıxdı. Qaqaşın biridir, hansı 21-22 yaşı var. Yəni, oturub ağlayırdı, videoya çəkirdi əməllicə. Yəni, oturub ağlayır ki, mən deyir, atam, anam deyir, uşaqlıqdan əziyyət çəkir ki, mənim böyütsün. Yəni, bu mental olaraq da insanı biraz vurur, biraz sevindirir, istər-istəməz emosional olaraq sənə təsir çox edir. Bu insan oturub ağlayır. Deyir, yəni mən bir gecə ərzində 3 milyon bir gecə ərzində mənim götürdüm Trump coin'ini. Yəni, açır bu pulları görsədir indi. Təbii ki, bilmək olmaz, fake deyil, amma ki, fakt, real olaraq belə insanlar var. Misal üçün, o 10.000 nəfərin arasında, yəni bu insanlar var. Bir gecənin ərzində, yəni sən demək olar ki, həyatını dəyişdin. Həmin günü deyirsən ki, atana, anana, işdən çıx, sən milyonersən. Yəni sən nə atana, nə ananın işləməyə ehtiyacı yoxdur. Sağ ol da bizim başımıza. Hə, inşallah. O qaqaş tapacam mən. Trump coin də nəyə görə qalxdı? İmini o tweetə görə. O tweetdən sonra sabahsı günü Trump'ın həyat yoldaşının coin'i çıxdı. Yaxşıdır, valla. Ailə biznesi çeviriblər. Yəni qısaca ailə biznesi. Çünki bu insanın olsa kütləsi var. Bu insan kiməsə öz kütləsinə desə ki, gedin bunu eləyin. Bu onsuz da nə olsa da, coin olsa da, başqa bir şey olsa da bu partlayacaq. Çünki bu insanın kütləsi çoxdur. Bəs bu Trump'ın qızı ya oğlu var başqa? Trump'ın oğlu var. Trump'ın oğlunun da coin'i var idi. Yoxsa yaratmaq istəyirdim. Onun da nəsə deyəsən imkan verməzlər. Traderlar neynəsin? Ciblərində pul,
Qabaqladı kompüter gözləsinlər. Ay sağ. Yəni güdmək lazımdır. Yəni Trump həmin momenti paylaşan vaxtı 18 sentlə sən onu alsaydın, yəni Coin market cap nə deyir buna? O düz deyir, realdır məsəl üçün. Bir var ki, yaysın xəbər kimi ki 18 sentdən satışa çıxıb və nə qədər pul qoymaq lazımdır ki, məsəl üçün milyon götürəsən və artım faizi var da, məsəl üçün biri var 18 sentdən çıxıb olub 18 dollar. Bu təxminən göstərir ki, nə qədər 1000 qat artış göstərir də təqribi. Tutaq ki, 1 dollar qoysaydın, sən oradan ala biləcəyin pul olacaqdı 1000 dollar. Çünki artış qatı 1000 qat. 100 dollar qoyursan 100.000 götürsən. Amma o momentində hesabladım. Medioteka otdum ki, dedim ki, bunu qoysaydım. Ay. İndi nə qədərdir? O belə deyim də, qısaca misal 100 dollar qoysaydın həmin momentində, yəni 100 dollarını hardasa 50.000 dollara yaxın pul eləyərdi. Yox, o qədər çox qalxdı. 700% qalxdı. Ondan sonrasını güdmə. Ondan sonrası güdsəydim, oturub ağlayacaqdım ki, mən gərək almalıydım da bunu yəni. O yüzü bu yüzü yox idi. Belə. Trump'ın həyat yoldaşı misal üçün coin'i çıxdı, düzdür. Neynədi? O da partlatdı. Niyə partlatdı? Çünki onun da həyat yoldaşı tweet paylaşdı. Eyni qədər şey göstərdi, təsiri yoxsa necə? Eyni qədəri yox, amma o da ki, hardasa 400-300% qədəri var idi. Yəni ona da misal üçün almış insanlar. Amma ki, o da deyəsən daha da ucuz qiymətdən çıxmışdı. Yəni o 0.05 mi ya belə 10 mu belə bir şeydən çıxmışdı. Bir şey maraqlıdır. Onun qiymətini nə müəyyənləyir? Ta ki 0.05-dir, yoxsa 18 sentdir, yoxsa 1 dollardan çıxır? Sən misal birjaya hansısa coin'i buraxmaq istəyəndə sənin arxanda nəsə olmalıdır. Yəni ya bir şirkət olsun, yəni bizim misal üçün Azərbaycanda Vöyn var da, sən özünə biznes açırsansa, sənin Vöyünün olmalıdır, sən vergi verməlisən. Ya buna bənzər bir şey olmalıdır ki, sən o coin'ə yatırım eləyə biləsən. Sən o qiyməti oynada biləsən. Bəs mərkəziyyətsiz qismi onda itmir. Hansı kimsə təsdiqindən keçirsə bu. Bu altcoinlər, memcoinlər, hə. Yəni bunları belə eləmək olar. Düzdür, altcoinlərə də bu dəqiqə hal-hazırda o barədə şübhə var ki, sən bir dənə şirkətə sahibsənsə eləyə bilərsənmi, yoxsa yox. Amma memcoinlərə hə eləyə bilərsən. Çox asan bir şəkildə. İndi Pump Fund var, məsəl üçün saytda girsən özün üçün coin yaratsan. O kütlən varsa reklam eləsən sən partladarsan. Qazancı bəs sənə kim verir? Ta ki biz yaratdıq bir dənə coin, ta ki emin coin deyəndə sizdə nə idi? Kanal Crypto Hustle. Hə, Crypto Hustle coin orada qoydunuz. Ta ki prosedurda necə gedir? Məsəl üçün mənim orada qoydum coinin qazancı ta ki 500-dən alındı. Ta ki 1 dollardan 500 dollardan. Bu sərmayə mənə gəlir, yoxsa ümumi şeyin balansında yığılır? Coinin balansında. Bu coinin balansında yığılır, amma ki buna sənin əlin çatır. Mən onu xərcləyə bilirəm. Xərcləyə də bilərsən, hə. Amma ki bu sənin o coininə təsiri göstərəcəkdir. Yəni sən avtomatik olaraq oradan sən pul götürsən, onun qiyməti biraz düşəcəkdir. Onun qiyməti düşməyi insanlarda biraz şübhə yarada bilər. Yəni o xəbərlər görmüş olarsan, bu coin moşennikdir, o coin moşennikdir, bunu almayın, bunu eləməyin. O deməkdir ki, həmin insan yəni emin bir qısacası başa salsam elə bir qıraqdan piramida yaratmış kimi görsənəsən. Amma Pump Fund dediyim misal üçün deyirsən orada nə, arxasında nə var? Orada heç nə yox. Çünki adı üstündə Pump Fund. Yəni əyləncə üçün. Bildiyin yəni moşenniklərin yeridir. Doğru. Gir yarat, özündən qiymət qoy, kimsə alsa o pul sənin gələcəkdir. Streamerlərin çoxu elə eləyirlər misal üçün Twitch kanaldakılar. Açırlar streami, göstərirlər ki, baxın yaratdım, davan girin alın. Hamı alır. Hamı alır, qiymət qalxır. Deyir ki, indi davay satın. Kim satdı, satdı, kim satmadı, vəsə pulu batdı. Yəni oyun kimi bir şey. Mən memcoin belə. Qumar kimi, bir növ qumarda başlayır. Hə, amma o millətə qiymət olaraq təsir elətdirdiyi o Bitcoin-dir. Bitcoin təsir elətdirir millətin alqı-satışı. Memcoin də təsir elətdirir. Prosta yenə dediyim kimi, sən deyirsən arxasında durmaq söhbəti, o hə, yəni memcoinin, altcoinin arxasında məsəl böyük bir şirkət dursun. Bəs bu şey dönəmlər deyirlər, buğa və şey ayıdda deyəsən. Onlar nə mənası var ki, mənə çatmır. Niyə görə buğa, niyə görə ayı? Buğa misal üçün bir sözlə uzun müddətdə əlində coin saxlayırsansa, misal üçün buğa xəbəri gəlirsə də, yəni o xəbəri girib araşdırmalısan. Yox, gündəlik sən trade edirsənsə də, gündə misal üçün bu qədər doy aldın, bu qədər gəlir götürdün, axşamı satdın. O sənin üçün tam dəqiq bir xəbər deyil. Çünki hal-hazırda bu dəqiqə hamı çığırır ki, buğa. Amma ortada buğalıq bir şey yoxdur. Düzdür, Bitcoin qalxdı bura qədər. Prosta Bitcoin hal-hazırda nə 2x elifdir, nə 3x elifdir, nə 4x elif, nə 5x. Yəni İndi neçədir qiymət? Altcoinlərdə heç cürə. İndi hal-hazırda 105.000 dollardır.
qalıb orada hələ də. Hə, Bir 105. ara düşmüşdü, 30 neçəyə düşmüşdü? 35 min idi, neçə, 33 min idi. Belə deyim, 2021-də, yox, 2022-də 28 min idi. 28 min olanda biz almışdıq Bitcoin. Sonra elə bir problemlər çıxdı ki, təəssüf ki, satmaq məcburiyyətində qaldıq. Satmaq məcburiyyətində qalan kimi bir həftədən sonra vurdu hardasa 50 min. Yəni o da mənim məsəl üçün ən peşman olduğum momentlərdən biri. Mən şeydən yaxşı pul qazanmışdım. BTC şeyində o Binance-ın öz coin-ində. BNB. Hə, nəysə də adı yadımda çoxdan idi. Bir oranda yaxşı pul qazanmışdım. Onu da heç başım çıxmadan atmışdım. Random. Bir də şey atmaq istədim. OpenAI var ya. Onun coin-i nə idi? Yaxşı adı var idi. Syntropy idi, nə idi? Bir dənə coin var. Hə, onun şeyini. Onu araşdırmışdım. Onda heç şey yox idi. ChatGPT falan yox idi. Mənim heç olacağından xəbərim yox idi. Ondan yaxşı pul qazanmışdım. Sonra vurdu çıxdı kəlləsi arxa. Nə qədər professional olsan da tam dəqiq bir şəkildə heç cürə demək olmaz ki, gələn ay və ya sonrakı ay Bitcoin qalxacaq bura qədər. Yəni o deyən insanların çoxu əlində böyük miqdarda Bitcoin saxlayır və istəyirlər ki, qiyməti qalxsın və maksimum qiymətdən onu satsınlar. Onun üçün də hamı öz kütləsinə istədiyini yayır. Məsələn, Bitcoin-ə short girən deyir ki, Bitcoin-i satın, Bitcoin skamdır. Bitcoin-ə long girən, Bitcoin deyir, alın, Bitcoin 1 milyard olacaq. Yəni hamı öz istədiyini danışır. Hər kəsin bir düşüncəsi var, hər hansı. Hər kəsin bir düşüncəsi var. Mənə maraqlıdır ki, bu şeyin o deyirlər, nə idi o? Şey çıxdı, kriptovalyuta ilə əlaqəli şəkillər var idi. Nə şəkillər gedirdi olar? Şəkil sənət əsərləri. Qəşəng adı var. NFT. Hə, NFT-lər. NFT-dən sonra çıxdı. Mən bir ara takip edirdim. Arsa 2022-nin axırına kimi takip elədim. Biraz pul götürdüm, çıxdım. Çünki açığı çoxdur, güvənmədim də. Axıra yaxın. Yaxşı. Hə, necə oldu? NFT də maraqlandım. NFT boş gəlirdi mənə. Mən çirkli pulun yuyulmasına oxşatdım. Hə, yəni NFT də o pump fund kimi istədiyini yaradırsan sat. Şey Logan Paul yaratmışdı, bir dənə list ki, öz NFT-lərini boş yerdən satır. Baxıram ki, heç bir mənası yoxdur. 8 dənə piksel bir dənə şəkil məna verir. Şəkil adı ilə satır. Saysan piksellə saymaq olardı həqiqətən çox sadə işlər idi. Dəhşət. Ona görə gördüm. Sonra meymun seriyası var idi. Kosmonavtı çıxmışdı, nə bilim, 50 cür forması çıxmışdı. İzləyirdim də bir ara. Çox sıx baxırdım. NFT heç asığı güdmədim. Yəni bildim belə bir şey var. Yəni bəs şeylə maraqlanmışdım. Elə bil ki, virtual dünyada ərazilər alırdım. Bakının içərisində hansısa torpağı. Google Maps kimi yerdir, necədir? Girirsən, həmin şey kamera ilə də elm olur. Məndə əvvəl proqram var idi. Açırsan kameranı, göstərir ki, şəhərin falan yerində, Takida Targovun ortasında bir dənə xəzinə var. Gedirsən kameranı həqiqətən göstərir onu. Gəlsən onu götürürsən, sənə oradan coinlər verirdi. Mən onu işlətmişdim bir xeyli. Götürmüşdüm. Özdə o çıxanda, təzə çıxanda şey yox idi. Tək-tük yerlər almışdı. Mən də Rusiyada idim. Kremlin ətrafında mən götürmüşdüm yerlər. Qiymət bahalaşdı, satdım oradan bir xeyli götürdüm. Kremlin özünü orada şey var, məscid kimi olan, nədir, kilsə. Onu satılmışdı, onu almaq olmadı. Bir-iki yerlər vardı yaxşı. Plan nə idi? Nəyə görə yaxşı deyirəm? Plan o idi ki, virtual aşkilər çıxacaq. Mən telefonla gəzmirəm küçəni, göstərmirəm. Elə eynisi virtual aləmdə çıxacaq. İstəyən hər kəs oradan gedib istifadə edə biləcək də. Sonra da deyirsiniz ki, Matrix boş şeydir. Matrixin bənzəri də elə bir şeydir. Mən də dedim fürsət bu fürsət. Hansı ki ölkələrdə yaxşı yerlər var idi. Hamısını aldın? Hə, aldım. Sonra məşhurlaşdı. Artıq 2 aya tam məşhurlaşdı da. Qəsdən də özüm o temanı girib izləyirdim, like edirdim axıra kimi. Kimdə telefon var izlədirdim. Xəbər yayılsın, insanlar almağa başlasın. Çünki qiymət qalxırdı. Düz. Satdım mən. Onda normal gəlir əldə etmişdim. Düz. Sonra şey oldu. O da boş çıxdı. Hələ ki deyirlər texnologiya buna bəs eləmir. Bizim texnologiya bəs eləmir ki, onda necə idi? Virtual dərslər var idi. Muzeylərə getmək olurdu, bəzi muzeylərə qoşulmuşdum. O Misir azada getmək olurdu, piramidanın içinə, elə bil ona, Çerezona. Elə bir şeydi. Sonra elə oldu ki, mənasını itirdi. Mən də özümün maraqlı gəldi ki, bu əgər olsa, zordur da, super şeydir. Amma mən sənə deyim, mən heç eşitməmişdim. Ona görə maraqla qulaq olsun, səndən eşitdim bir neçə var idi. Onun proqramı var idi. Necə idi? Bax, proqramı qaldırırsan, kamera açılır. Belə işlədirsən, şeydir, xəritədə baxırsan. Belə qaldırırsan telefonu, göstərir ki, real dünyadadır, sənə yolu göstərir. Bir növ şey kimi də, Pokemon Go, onun bənzəri bir şeydir. Göstərir, gedib oradan sən xəzinə götürə bilir. İndi elə yer var ki, çox şey çıxırdı. Xəzinə çıxırdı, coin çox çıxırdı. O deyəsən nə coin çıxırdı oradan, nəsə bir maraqlı coin idi. İndi də qiyməti yaxşıdır. Onu da sən özün öz pulunla alırdın da, düz başa düşdüm, real pulla.
Başa düşdüm. Normal alırsan, sonra qiymət qalxanda satırdım. Amma yaxşı tutuldu. Tam yox. Pikdə tutuzduraməmişdim. Gördüm qiymət düşür, başladım satmağa. Amma yenə yaxşı qazanım varsa 3-4 qatını bəlkə götürmüşdüm də qoydum. Səndə məsələn ən maraqlı anlar nələr oldu? Duality demirsən ki, oy, bu nə tema? Dəhşət. Yəni o qədər elə məsələlər oldu ki, yəni məsəl üçün axırıncı səfər indi demək olar ki, mənim ətrafımda hamı bilir. Yəni çünki bildiyin yəni dəli olmuşdum. Axıra təzəlikcə ton coin qalxdı. Mən özüm də bizim kanaldakı keçən videolarda demişdim ki, ton al. Yəni əslində düz demişəm. Yəni mən deyən momentində alsaydınız çox yaxşı gəlirdi olardınız. Hardasa biz pozisiyaya girmişdik 4.9-da. Yəni $4.90-də. Elə oldu ki, qalxır, dayanmır. O da nəyə görə? Çünki Telegramda təzə update gəlmişdi. Deyəsən ulduzlarla nəsə like qoyurdun ya ulduzlarla nəsə almaq olurdu. Yəni belə bir update Pavel Durov gətirmişdi. Belə bir məqama gəldi çıxdı ki, axırda $7 12 sent. $7 12 sent oldu qiyməti. Bizim gəlir, və onsuz da o kanalda da gəlirlər, gizlətmirəm, yəni ümumi də deyirəm. Mən milyardlar qazanmıram yəni. Heç milyonlar da qazanmıram. Coffee pulu prosta. Burada spoiler, coffee pulu aysa, burada spoiler, yəni indiyənə kimi gördüyüm bəlkə də ən böyük məbləğlərdən biri ola bilərdi o. Bir də məbləği deməyim. Amma yaxşı məbləğ idi. Qəşəng məbləğ idi. Elə oldu ki, dedək bir gecə ərzində düşdü. Düşdü necə oldu? Biz də futures'dan girmişdik. Futures'dan girmişdik, stop qoymamışdıq. Hansı ki gəldi, likvidasiya düşdü, bütün pul batdı. Yaxşı. Gecə saat 5-də durmuşam, dişim ağrıyır. Notebooku da mən yanılı qoyuram, pastayanın qrafik görsəniz, misal üçün hansısa bir pozisiya olanda. Durdum dişimi belə eləyə gəldim, dedim dişimin belə, indi sizdə söyüş olmaz da. Dişimin belə gəldim ekrana baxdım ki, qrafik bilsən nə? Bax, qıpqırmızı beləcənə. Muşqonla aşağı edirəm, deyirəm Allah qutardı. Qutarmır. Qırmızı qutarmır. Gedir eləcənə. Qutardı. Az qala stolun altına baxım ki, bu nədir? Gedir. Gözümü yumdu dedim ki, nə olar ki, o likvidasiya düşməsin də. Nə olursa olsun, yəni likvidasiya düşməsin. Baxdım ki, likvidasiya düşməsin də, likvidasiyanın salam deyib təzədən qalxıb yuxarıda. Pul batdı, təzədən qayıtdı Allahın yerinə. Qaydan kimi də nə etdin? Qaydan kimi, mən heç nə, mən o saat 5 idi durdum. 1 saat yarım otdum, ağladım özümüzmə. Yəni dışarısı yaddan çıxmır. Düşmanza kim varsa zəng elədim ki, kimsə heç olmasa mənə söysünlər. Yəni heç olmasa ki, özü tək qalıram da. Yəni istəsəz adam nəsə axtarır. Dedim, salam əleykum, mənəm Maqardı, söy. Nəsə deyirəm, qardaşımsan nəsə. Tanımadı adamlar söyürsən, gəlibsən bıçaqlasınlar. O zəng eləyirəm, deyirəm Nazadır, danışır. Bütün xüsusən söysünlər yəni. Söyüş söhbətini zarafat edirəm də o qədər də yox. Amma yəni böyük itki idi. Yəni 2-3 nəfər idi özdə. Gecəni zəng elədim, hamı dəli oldu. Yəni səhər də gəlmişəm, işə gedirəm, yəni işə gəlmişəm. İşə gəldim, deyirəm, gülürəm. Hamı da baxışıb uşaq dəli oldu deyəsən, yəni getdi buldacı. Sistem dağıldı. Sonradan başa düşdüm ki, mən bu trade məsələsində çoxdan varam deyə, nə qədər itirsəm də bu mənim üçün emosional bir travma yaşatmayacaq. Yəni nə qədər böyük bir məbləğ itirsəm də. Qoyduğundan da aşağı düşdü bu. 4.90-dan başlamışdı. 4.90-dan aşağı düşdü, yoxsa 4.90-a kimi düşdü, yoxsa? Yox, elə bir biz 4.90-da girmişdik pozisiyaya. Biz ala-ala da qaldırırdıq. Yəni pozisiyanı hər dəfə də alırdıq. Bu qalxdıqca biz alırdıq. Yəni onunla da likvidasiya gəlib düşmüşdü 5.1-ə. Biz indi trade-dən biraz asanlar başa düşür. Likvidasiya 5.1-ə gəldi, düşdü. Heç nə, onunla da option pozisiya qutardı. Yəni sən belə deyim, biz qoyduğumuz məbləğin hardasa 20 qatını, 25 qatını götürmüşdük. 20-25 x-imiz var idi yəni. Heç nə, o da gəldi, batdı getdi hamısı. Orada momentində çıxsaydıq, düzdür, biz fikirləşirdik ki, yəqin ki, yeni maksimumunu vurar bir 9-a, 10-a kimi qalxarız. Amma yox, gəlib dəydi təzədən dedi, sağ olayım. Sən də çox sevindin, qardaşım. Burada, məsələn, nə ola bilər? Burada coin yaradan şəxs oradan pulunu götürür tutaq ki. Bayaq dediyin kimi də. Tutaq ki, büdcə yığılıb, tutaq ki, 3 milyon, 5 milyon, ya nə bilim, 100 manat, 50 manat. Mən o pulu götürdüm, coin dəyəri düşdü. Bu mümkündür. Yenə deyim, memcoin-də ola bilər. Bu artıq tonun özü Telegrama bağlı olan bir coin-dir deyə. Yəni
bununla əlaqədar belə bir şeylər olsa, yəni bu Telegrama da təsir eləyir. Vkontakt var ruslarda da. Yəni ruslarda deyəndə ruslar daha çox işlədir. Vkontaktda da təsir eləyir və ya o Pavel Durovun öz şirkətinə, bütün işlərinə təsir eləyir. Yəni elə bir şey olsa. Onun üçün sən bilirsən ki, bu coinin arxasında Telegram var. Bu coinin arxasında Pavel Durov var. Bu coinin arxasında bir neçə dənə layihələr var ki, yəni bu sən başa düşürsən ki, heç kim oradan gəlib deməz ki, 5 milyon yığıldı, 1 milyonunu götürüm cibimə qoyum, gəlmiş yeyib. Yəni bu yəni güvənməyə şeydir də. İnsanlara güvənməlisən. Coin-skadan. Bu güvənilir bir şeydir. Yəni mən hələ də Toncoin özünə inanıram. Mən inanıram ki, buradan deyim hal-hazırda paylaşaram ki, tapmışdım. Demişdim. Bildim. Amma ki, həqiqətən fikrimdə bilsən nə var? Mən fikirləşirəm ki, 2 ilə Toncoin-in qiyməti bir 15 dollara, 17 dollara vuracaqdır. Yəni 20 dollara qədər qalxmaq ehtimalı çoxdur. Bu coin'in buraxılma sayısı var, limitlədir. Məsələn, Toncoin limiti var. Yoxdur. Mən bilirəm, məsələn, Bitcoin-də var, Ether-də var deyəsən. Sonra başqa hansılar limitlə saydı tutaq ki, nə qədərsə olacaq. Limitə çatdıqca o şey eləyir. Başlayır düşməyə. O maksimum ola bilər. Qalxmağa əsəblə. Limitə çatdıqca başlayır qalxmağa. Bitcoin-də 100% var. Çünki Bitcoin özü blockchain olaraq, yəni elə bir blockchaindir ki, hər dəfə tapıldıqca o limiti var da. O bitdikdən sonra yəqin ki, onun qiyməti hardasa mən fikirləşirəm 1 milyona qədər ola bilər. 1 milyona qədər çıxmaq ehtimalı var. Çünki limited edition'dır da. Yəni, dünyada 2 dənə misal üçün maşın düzəltsən, 2 dənədir. Sən onu yəqin ki, ən bahalı qiymətə qoyarsan da. Sən ucuza qoymarsan ki, hamı gəlib ala bilsin. Yəni belə bir şey. Ethereum biraz sual altındadır. İndi hal-hazırda bu dəqiqə yeni çıxan xəbərlərə görə biraz sual altındadır. Ona görə tam dəqiq bir şey demək istəmirəm. Amma digərləri yox. Digərlərinin limiti yoxdur. Belə baxanda yoxdur. Prosta ki, büdcə söhbəti var. Məsələn, Dogecoin. Elon Musk'ın ən sevdiyi coin, Pastayanın paylaşdığı coin, hansı ki o da bu yaxınlarda yaxşı bir X-lər vermişdi. Onun özü misal üçün imkansız deməyək, amma inanılmaz bir şeydir ki, gəlsin 2 dollar, 3 dollara qalxsın. Yəni 1 dollara qalxmağı belə onun çox çətin deyil. Çünki say çoxdur, hə? Yoxsa necə? Yoxsa tələbat azdır. O tələbat da çoxdur, yəni alan da çoxdur. Prosta ki, onun o qiymətə qalxmağına görə gərək BlackRock şirkəti bütün aksiyalarını satsın, getsin ancaq da o yazsın. Yəni o milyarda yaxın pul lazımdır. Çünki milyarddan da çox lazımdır ki, bu dəqiqə onu 1 dollara kimi qaldırmağa kimsə çalışsın. Yəni çətin məsələdir. Pepe-nin özü də, yəni digər meme coinlər də. Yəni Pepe-ni alıb gözləməyin ki, havasında bir 30 ildən sonra, bir 20 ildən sonra 1 dollar olacaq. Çox çətin məsələ. Yəni inanılmaz bir şeydir. Mən şeyi almışdım. Axırıncı pullarımı nə qədər idi? Bir 15-20 dollarlıq Shiba coin idi. O da it növüdə elə o Shiba'nın adına çıxarılmışdı. Mən dedim alaq da. Dogeon'da teması bölmüşdü. Dogeon'da marağı yox idi. Hə, bir ara düzdür. Shiba çıxmışdı. Axırıncı qoyduğum pul idi. Ara bir girib baxıram vaxt olduqca. Necədir vəziyyət? Nə bilim, harsı 10 dollar qoymuşdum, 24 olub şey. Gözləyirəm indi. 3-4 il sonra. 10 dollara 24 dollar pis deyil yəni. Belə deyim sənə. Axırıncı baxanda elə idi, indi bilmirəm. Standart bank sisteminin özündə heç sənə illik o qədər faiz vermir yəni. Sən öz pulunu götürüb banka qoysan, sənə heç illik o qədər faiz vermir. Bilirsən, adam nədən qorxur? Tutaq ki, bank sistemində yəni güvənilir bir şey var da. Bank sistemidir, sən orada problem yaransa vəkillər sən müdafiə edəcək. Dövlət sənin pulunu şey eləyir, garanti eləyir. Çünki orada ən qədər müqavilə imzalayırsan da. Amma şeydə bu coin söhbətində o yoxdur. Tutaq ki, bir gün o sistemi bağlasalar, tutaq ki də Binance bağlandı. Sən hansıyla işləyirsən, hansı cashlog deyirlər də deyəsən onlara. Dəqiq bilmirəm. Hə, platform olaraq mən hal-hazırda Binance-dan işləyirəm. Tutaq ki, Binance bağlandı. Öz puluna hardan çatacaqsan? Tutaq ki, sənin coinin var, Bitcoin. Və bu sual həmişə məni maraqlandırır. Bankın yerini bilirsən, yəni sahibləri var və bunun güvəncəsini verən məhkəmələr var. Tutaq ki, Binance bağlandı, sənin akkauntun Binance-dadır. Amma sənin tutaq ki, 20 Bitcoinin var. Binance bağlansa, sən öz coinlərini necə götürə bilərsən? Belə deyim, Binance-ın özü platformadır, elə bir mağazadır. Sən mağazadan girirsən, misal üçün alsan 2 kilo alma. 2 kilo almanı götürürsən, aparsan, qoysan evdəki xalodilnikə. Bu soyuq kaşlok deyilən şeylər var, yəni xalodilnik kaşlok rus dilində. Sən Binance-dan alırsan, göndərirsən xalodilnik kaşloka, yəni öz cibinə qoysan. O artıq Binance-da qalmır. Binance ucu batsa da, batmasa da sənin o heç bir daxilin yoxdur. Flash karta sən atırsan, onda belə çıxır. Hə, flash karta və ya o MetaMask-ın özündə yüklənir.
Hər dəfə sən onu kompüterinə yükləmə. Düzdür, yəni böyük yer tutmur. Yəni bu problemli bir şey deyil. Prosta ki, bilginə ki, sənin kompüterinə yüklənir o. Yəni o biraz çətin məsələdir ki, orada misal üçün sənə 7 dənə mi yoxsa 11 dənə mi söz verirsən, o sözləri harasa yazmalısan ki, sabahsı günü itirsən, sən təzədən özünün akkauntunu basdana bil, yəni bir ildə biləsən. Yəni Binance-da qalmır. Düzdür, Binance-da qısa aşağı məbləğlər saxlamaq məsləhətdir. Yəni heç kim onsuz da o məsləhət görmür böyük məbləğlər. O sual həmişə maraqlıdır. Tutaq ki, Binance-da sənin coin batdı. Binance bağlandı. Binance sənin coinini deməyək. Binance özü batdı. İndi Allah eləməsin. Eləməsin. Elon Musk eləməsin. Trump eləməsin. Trump eləyən oxşuyur amma. Görək. Satoshi'nin qulağına qurulmuşum. Sanki yəni ortalığa çıxsaydı o yetimdən görərdik kimi. O ortalığa çıxsa məncə onu götürərlər. Ortalıqdan elə çıxdığı kimi gedəcək. Binance-da problem yaransın. Sən dediyin kimi, tutaq ki, flashkarda köçürdün onu. Bu maraqlı sual həmişə məni düşündürüb də bu. Ondan sonra sən onu necə eləyə bilərsən? Tutaq ki, açdığın ikincidə Nexus coin var da. Nexus Cashlog ya bayaq dansı var idi. İkincisi var idi bir dənə KuCoin. Tutaq ki, KuCoin-də açdın account. Sən öz Bitcoin-i orada dildə bilirsənmi? KuCoin-ə ata bilirsənmi həmin şeyi? Binance-dan KuCoin Cashlog. Ata bilirsən rahat bir şəkildə. Yəni heç bir komissiyasız yəni ata bilirsən. Çünki tranzaksiyanın özünlə məşğul olan blockchain-lər var, yəni misal üçün Satoshi zəng edir. Quşladıq idi yəni. Misal üçün Tron'un özü, Tron var, o da coin sayılır. Tron'un özü ancaq USDT-nin arasında tranzaksiya ilə məşğuldur. Yəni ən tez tranzaksiyanı Tron eləyir. Yəni hər rahat bir şəkildə Binance-dan öz cashloguna istədiyin coin alıb ata bilərsən. Onu da belə eləyirsən, onda orada yer var, nə deyirdin? Adres. Sərt diskdəki deyir, onu indi lap tutaq ki, onu dərinliyinə getsə. Flash kartdan o faylı atırsan ora. Kripto kod gedir də o. Kripto kodu atırsan və oradan sənin coinin gəlir ona. Düzgün başa düşdün? Hə, düppələm. Onun kimi elə bir şeydir. Yəni o səndə 100% qalır yəni. Bu məsəl üçün mənim çox coin almamağımın və orada saxlamamağımın bəziləri var idi. Çox qalxdı da. Mən hamısını çıxarmışdım biraz qalxan kimi. Qoydun, nə götürdün də. Yaxşı eləmisən. Hə, mən dedim bu proqramın kodunu itirsəm məndə çox başıma gəldi. Telefonda da məndə çox proqram var. Dedim mən bunları siləcəm nə vaxtsa. İçsə geri qaytara bilərəmmi? O mənə çox maraqlı idi. Tutaq ki, mən Binance işlətmək istəmirəm. Tutaq ki, də nəsə krekləndə orada mənim şeyim, akkauntum silindi və mən istəyirəm ki, o şey olsun. Düzdür, orada barmaq izi, üz götürmüşlər məndən. Üzünü çəkməli idim. Pasportu orada şəklini istəmişlər. Çox şey var idi də. Prosta onu başqa cashlog'a atmaq olarmı? O mənim üçün çox maraqlı idi. O yeri tapa bilməmişdim heç. O güvənimi mənim azaltmışdı onu. Olar, əslində olar. Yəni dediyim kimi cashlogdan cashlog'a, Binance-dan cashlog'a, Binance-dan başqa Binance-a, başqa Binance akkauntuna. Yəni bunlar rahat bir şəkildə komissiyasız görə bilərsən. Telegramın içində də məsəl üçün soyuq cashlog var, orada da bilərsən. Məsləhət görmədən amma orada da bilərsən. Cashlogdan cashlog'a asıl fərqlilik də var əslində. Məsələn, elə cashlog varsa çox güvənli deyil. İndi ən güvənli olan MetaMask-dır yəni mənim üçün. Çünki uzun müddətdir var və uzun müddətdir ki, heç kim o MetaMask-dan şikayətçi olmur. Sən misal üçün onu itirsən də, girirsən MetaMask-a təzədən sözləri yazırsan, MetaMask avtomatik olaraq faylı təzədən sənin notebookuna yükləyə bilir. MetaMask şeydə o tülkü işarəsi olan idi. Maraqlıdır. O çox sadə proqram idi. Çox rahatdır yəni, heç bir çətinlik yoxdur. 2 dənə video çəkəcək, Bitcoin düşəcəkdi, birində Bitcoin qalxacaqdı. Görək indi 10 ildən sonra hansı son paylaşacaq. Paylaşım deyər ki, mən demişdim. Simpsonlar kimi də o deyir, nədir, hamısında bütün bu alternativlər deyirsən, ola bilər, ola bilmir. O dəyişətdir də yenə. Simpsonlar deyirlər, partladılar, yəni nəysə, nə bilim. Mən ona baxdım, neçə dənə seriyası çıxıb da. O qədər seriya arasında nə qədər şey atmalısan ki, yəni əlbəttə ki, biri tutacaq da, yaxşı analiz eləsən. Analitik deyirlər də, analitik. Bir dənəsinə baxmışdım, bir dənə nəysə düsturunu yazmışdı ya orada. Deyir ki, Simpsonlar bunu neçə il əvvəlcədən bilib. Sonra araşdırıblar ki, Simpsonlar əslində serial çəkəndə ağıllı işləyirlər. Tapırlar həmin işin alimin, tutaq ki də nəsə laboratoriya şey çəkəcəklər də. Tapırlar həmin şeyin alimin, deyirlər ki, bu rəqəmə yaxın nə var? Bu tutaq ki, belə bir düstur yazmaq istəyir orada. Random atmırlar da, rəqəm atmırlar orada. Tapırlar elə çəkiblər və daha onda düz çıxasıdır da. Hər şeyin analitikini işləsən təbii ki, düz çıxasıdır. Yəni halaldır. Məncə də halaldır. Yəni kriptovalyutadan necə gəldi bura bilmirəm. Hə, Simpsonlar. Bax, məsələn, Simpsonlar
kriptovalyutanı bilməyib. Bu böyük bir səhvdir məncə. Məsələn, gözlənilməz şey olub bunlar üçün. Gözlənildi. Yəni bilmirəm, mən YouTube-da baxmışdım ki, bəziləri montajdır, bəziləri yalandır. Bəziləri də hadisədən sonra çəkilən seriallardır. Hə. O çox vaxt göstərirlər ki, neçə il qabaq. Onda stil dəyişmir axı. Bir həftədən sonra çəkilir, güya neçə il bundan qabaq. Həqiqətən Simpsonlar 2010-da çəkilənlə də 2020-də çəkilən eyni görüntüdür. Ayırd edə bilməzsən ki, çəkim texnikasıdır və yaxud da keyfiyyətidir şeyləmir, göstərir. Gündəlik istifadə oluna bilər, məsəl üçün kripto. Bunun üçün nəsə düşünüblər. Məsələn, marketə gedirsən, ödənişi eləyirsən tutaq ki, kripto manatla. Bir manatın tutaq ki, coin çıxır. Deyəsən, hal-hazırda bir dənə Braziliyada var. Braziliya tərəfdə var. Braziliyada məlumdur niyə görə o elədir. Təbii ki, Kalaşnikovu gedir. Bank kartı da ödəyib alası deyirsən. Amma belə, yəni o hal-hazırda market falan yoxdur. Bəlkə də ola bilər, yenə deyirəm Braziliyada falan. Amma yəni olan yerdə var, olmayan yerdə var. Yəni əslində var, əslində yoxdur. Yox, var. Burası ki bilmirəm hardadır, yəni belə deyim. Həm də ora məncə şeydir. Dövlətə sərf eləməz. Çünki nəyə görə? Vergidən azad sayılır da. Çünki oradakı bankda pul göndərməklə kriptovalyutayla pul göndərmək arasındakı faiz fərqi çoxdur. Dəhşət böyükdür. Çünki adi biz post terminalla pul ödəyirik. Orada dövlət oradan vergi götürür və yaxud da ki, dövlət deməyə bank deyil. Bank oradan vergi götürür. Bankın vergisi orada çıxılır, oradan sonra marketə gəlib. Düzdür, bu bizim görmədiyimiz şeydir. Daha market işçiləri, orada işləyənlər görmür. Amma buxalteriya tutaq ki, şeylə pulu götürməlidir, hansı ki onun kassasına gedir, o faizini ödəyir banka. Amma kriptovalyutada bu şey yoxdur, faiz çox aşağıdır. Bankda bəlkə bu 1%, 0.5%dir. Amma kriptovalyutada 0.1%, %1%. Daha şey də var, bank da var. Bank yox, nə deyirlər ona? Dollar manata dəyişsən, exchange var misal üçün. Yəni girib bank kimi yerdə girirsən Bitcoin misal üçün keşə dəyişə bilirsən. Ofis bilmirəm hardaydı. O Kitay'daydı ya Yaponiyadaydı. Onu dəqiq bilmirəm, yadımdan çıxıb. Amma var, yəni elə yerlər var. Daha bankomat kimi şey də var. Yəni yaxınlaşsan orada Bitcoin-la nəsə edirsən, Bitcoin-i görsədirsən, yəni soyuq kaşlokdan, avtomatik şeydən bankomatdan sənə cash pul çıxır. Maraqlı. Mən şey görmüşdüm. Coin-i bildiyimiz qəpik formasına gətirmişdilər, Bitcoin-i. Mən düşündüm ki, o arasında flash kart şeyi var, yuvası var. Elə soxmanla elə götürə bilərsən. Çünki onu necə qızıla ya da nəydən istəsənsə elə Bitcoin-in real qiymətini bu boyda qəpiyə sığışdırma olmazdı, bəli boyda qəpiyə. Çünki $30.000 qızıl məncə təxminən 1 kiloya yaxındır da. Belə başlasam, o bilirsən necədir? SSD diski salırlar misal üçün o fiqur olaraq, plasmas olsun ya dəmirdən olsun, Bitcoin-in fiquruna. Amma onun içində olan o SSD diskdir və o SSD diskin içindən nə qədərsə də məbləğdə bir Bitcoin ola bilər. Amma bunu belə demək olar məncə. Bir dəqiqə ağlıma gəldi. NFC yoxdur telefonlarda. Tutaq ki, elə bir şey yaratmaq ki, NFC kimi nəyisə yaxınlaşdırdın telefona, həm o kripto kod oxunsun NFC-nə və sən real şeyin olsun. Maraqlı texnologiyadır. Real balansını görsənsin. Real balansını göstərsin. Amma qəpik kimi olsun da, prosta sadə qəpik. Daha USB girişə də ehtiyac yoxdur, yəni. Hard disk olmasa içində, prosta NFC bank kartında görsənsən ki, adi pul ödəyəndə necə ödəyirsən? Qəşəng yaxşıdır əslində. Prosta kripto kod yazılsın ora. Gör startup zad görün nə olur. Ya ideya var. İdeya oğlanlar var, şərait də qurma. Bir də bir şeydən düşmüşdü, fermerlikdə söhbət. Mən demişdim ki, süni intellekt hər işi alacaqdı. Bir də qida sektoruna bəlkə girişməyəcək. O da kiçik ölçüdəki şeylər. Girişdə də yəni insanlar tərəfindən idarə olmalıdır da, insan bilir cəmiyyətin tələbi nədir. AI ümumiyyətlə bu dəqiqə dəhşətdir. Yəni AI bütün biznesmenlər, bütün böyük şirkət sahibləri demək bütün proyektlərini hal-hazırda AI-ın üstündə qurur. Yəni mən çox vaxt xarici podkastlara baxıram, yəni biznesmenlərə baxıram. Hamısı ancaq AI araşdırır. Bildiyin hamıya da məsləhət görülür ki, ancaq AI araşdırır. Təbii ki, inanmıram Terminatorda kimi gələrlər dünyanı dağdalar, nə bilim belə söhbət çartdır. Amma ki, sən demişəm, elə bir variant var ki, məsəl üçün sən işlədiyin işdən bir ildən sonra səni azad eləyə bilərlər ki, sənin yerinə AI qoyacaq. Bir dənə mən fikirləşdim ki, bir qida sektoruna girişə bilməzlər. İnsanların ehtiyacı olan şeylərdir. Yəni bunu sən tutaq ki, AI da eləsə satılacaq, sən də eləsən satılasıdır da. Ən azından yox yedin öz ehtiyacını ödəməlisən. Nə qədər böyük şeyin olsa, torpağında misal üçün. O sənin üçün plusdur. Tutaq ki, 20 il sonrasında
notebook işlətməyin bir avantajı yoxdur. Məndən daha sürətli orada 50 dənə kod yazısıdır, məndən daha çox şey klikliyəsidir. Hə, məntiq olaraq. Hə. Amma bir bitkinin yetişmə dövrünü AI sürətləndirə bilməz də. Hə. Və məhsulun yetişmə dövrünü AI sürətləndirə bilməz. Düzdür. O cəhətdən bir dəqiqə görürəm gələcəkdə odur. Bir də şey bəlkə ustalıq eləmək məncə yaxşı olar. Nə bilim, nə ustası olar. Nərbalı xalqinin ustası. Öyle şeyden onu elədilər. Dəlixana da deyil. Əgər ki şey olsa ola bilər. Barmağını işlədə bilən olsa, AI. O biraz çətindir də. Necə robot kimi. Hə, robot. Var da. Mən inanmıram. O insan barmağını effektiv işlətsin. Hər funksiyada. Yəni tam belə olaraq yox, amma ki robot kimi tərpədə bilən var robotlar arasında. İndi bilmirəm, onu o xaladenik ustası qoyalar qoymazlar. O yalan deyirəm. Məncə amma qəşəng ideyalar, proyektlər olacaqdı bu barədə. Yəni AI məsələsini çox qaçırtmanızı məsləhət görmərəm. Yəni əgər nəsə investisiya eləmək istəsəz, yəni AI məsləhət. Bizdə şey sistem quran vardı, bir dənə qaqaş şeydə paylaşırdı videosunu. Şey qururdu, nədir? Video kartları yığır, bir dənə sistem qurdu. Yəni mən fikirləşdim ki, o maraqlı temadır. Şirkətlərdə yoxdur. Məsəl üçün bir ofisdə 10 dənə işçi yerinə bir dənə blok qurur. Keçən dəfə demişdim, ofisdə yadına gəlir. Hə, elə bir şey sistemdə qurursan, özü işləyir sən üçün hər şey edir. Sən bir dənə prompt yazırsan. Yəni düz deyənə insan lazımdır prompt yazmağa. AI özü nəsə kreativliyi inanmıram insan kimi çıxsın, insan səviyyəsindən çıxsın. Ən azından bir növbəti 50 ildə elə olacağını düşünmürəm. Prompt yazmağa yenə adam lazımdır. Ta ki ChatGPT-də sən yazmasan şeyi, ora nə istədiyi o sən bilməyəcək ki öz-özündən nə lazımdır. Emin, misal indi sənin indi YouTube kanalın var da, sən istifadə edirsən də AI-lardan. Hə. Bu sənin işinə çox təsir eləyir səncə? Yəni işimin hansı cəhətindən, məsəl üçün işimi əlimdən almaq mənasında yoxsa effektivlik olaraq. Effektivliyə vaxt qazandırır bu yöndən. Yəni sən onu özüm istəsəm saytdan tapa bilərəm onu. İstədiyim yerdən araşdıraram, müxtəlif dildə translate zadını götürə bilərəm. AI bunu edir ki, mənim yerimi tapır. Onların içərisindən ən yaxşı məlumatı tapır və tərcümə edib bizim dilə, mən də onu oxuyub istifadə edirəm. Bu cəhətdən hə. Başqa cəhətdən ki, mənə ideya versin, yox, yaxşı ideya yoxdur. Mən AI-dan yaxşı ideya görməmişəm açığı. Çox vaxtı necə olub? Özüm fikirləşmişəm, öz düşüncəmdən şübhəyə düşmüşəm ki, bəlkə səhvdir, bəlkə düz. AI-dan soruşmuşam. O da mənə eyni fikir deyib. Bu olub məndə. Az çox olub da. Az 15-20 dəfə. Mən sənə deyim, amma bu ChatGPT-nin özü dəhşət bir şeydir. Mən yazmışdım ki, ona misal üçün mən əsgəri söhbəti, Azərbaycanda əsgəri deyirəm, amma mən misal üçün bir qəpik vermək istəmirəm. Amma istəyirəm ki, niyə qodunu çıxım. Amma ki, bunun başqa anti-effekti olmasın. Mənəm dəlik kağızı. O nələr yazdı? Biz namuslu qeyrətli, halal pul qazanan insanlarıq. Bu ironiyadır yoxsa nə? Yox. Olsun. Yəni bu ironiya deyil idi. Bu sarkazm bəzi siqnal indi kurs satanlara aiddir yəni. Hə, o cəhətdən mən sənə razıyam. Siqnal satıb özü qazanmaq. Sən bu misal üçün bu videoya baxan gəl mən sənə 3 aya tradingi rahat öyrədim. $1000 qazanarsan günə. Bu vəd verirsən də birinə. Hə. Axırda da görsən ki, $1000 qazanan tək şey onu öyrədən də. Prosta kursun özü də yəni $2000. O bir tema var idi. Deyir, bir gündə 10.000 necə qazanmaq olar? $100-dan 100 bilet satır. Hə. Ona gəlib çıxır da. Ya başda eyni şeydir də. Amerikada çıxır zaman kartonda yazır ki, Porsche almağa pul yığıram. Gəlirlər pul verir, bir günə Porsche alır. Dəhşət bir şeydir. Bu dəqiqə hal-hazırda dünya elə hala gəlibdi ki, yəni dəlixana. Yəni dəlixanaya get dincəl. Dəlixana sənin üçün yəni Biz bu dəfə eləmək istəyirdik də. Məzuniyyət. Necə bir şey? O da bəziləri yadına gəlir. Ebru demişdim hə. Gəl bir dənə şey eləyək. Bizə qutu hazırlayaq. Yeni il temalı bir dənə qutu. Yeni il keçirmək üçün kömək et. Ya da yeni ili yaxşı keçirmək istəyirəm. Bir dənə də qoy. Dəstəyinizi gözləyirəm. Yəni belə bir şey də. Amma qəşəng olardı. Stadion çəkir, razı utandılar qızlar. Mən çağırarız, mən gələrdim. Doğrudan. Vallahi. Növbəti yeni. 100%. İstərlər soyuq rəylər, dolu qaşlıqlar. Orada şey Binance-ın QR-ını qoysan gələn USDT atır şey. Dəhşət. Öyle. Görün indi baxın fikrinizdə olsa çağırarsınız. Allah ne? Buranı kəsərsən. Doğrudan o şey nə teması? Deyirlər, körlə pul götürmək olur həqiqətən.
QR-la pul götürmək sən ata bilərsən. Yoxdur, o bizim nə deyirlər? Deyirlər ki, yad QR-ları oxutmuyor. Onun nə kimi əks təsiri ola bilər? O düzdür. O çünki o QR-dan sizin binasda olan elektron adresinizi götürə bilərlər. O elektron adresi də qıra bilərlər, yəni IT üzrə və onunla da sizin binanıza da girib, yəni oradan ora tranzaksiya edə bilərlər. Yəni çox asan bir şəkildə sizin binasındakı olan pulu boşalda bilərlər. Yəni, elektron adres vasitəsilə, çünki QR-dan istifadə edən kimi avtomatik onsuz da orada göstərir sizin adresinizin kodu. Yəni həmin o soyuqqaşlıq olsun və ya binans olsun, onun kodunu orada göstərir. Kodunu da qırandan sonra rahat bir şəkildə sən hər şeyin bata bilər. Çətin bir şey deyil. Göstərərəm sizə sonra necə edirlər. Misal, mən uzun müddətli investisiya ilə çox məşğul deyiləm də. Yəni mən oturum deyim ki, $1000 Bitcoin aldım, oturum gözləyim 2030-cu ilə qədər. Yox. Yəni mən özüm professiya olaraq seçmişəm ya day trading, yəni günlük alqı-satqı, ya da ki scalping. Scalping də nədir? Scalping məntiqlə, kazino ilə və qrafikin analizinin üçünün birləşdiyi bir şeydir. Və momentində bazarda necə deyim, alqı-satqını momentini tutmaq söhbətidir, scalping. Bu çox böyük risklərlə, çox böyük məbləğlə və çox az müddətdən eləyəcəyiniz bir şeydir, yəni bir professiyadır. Bir tradingin bir növüdür, yəni deməyə çalışıram. Qazancları bəs necə? Qazanclar da yəni bacarsan super. Bacarmasan yəni batdı getdi. Bacarmayan insanların çoxu da psixoloji olaraq ona kazino kimi yanaşır. Çünki avtomatik böyük məbləğ götürəndə, böyük X-lərlə futuresda əməliyyat açanda, ruslarda pozisiyadır, Azərbaycanlarda əməliyyat. Əməliyyat açanda avtomatik 1% qalxan kimi o səndə 1% çox böyük bir fərq yaradır. Yəni sənin qoyduğun summa, məsəl üçün $1000 giribsənsə, o qalxan $1 sənin üçün $10.000 ola bilər. Amma ki bir şey də var. Əgər o 1% düşsə, o səndə mənfi olmayacaq, bir dəfəlik sənin o məbləğin batacaq. 1% düşsə. Amma bəs belə bir şey mövcuddur. Sən gözləyirsən düşən şey qalxsın. Yəni bu qrafiklə düşür, qalxır, yoxsa düşdü, itirdin, sən oyundan çıxdın. Hə, elə bir şey. Yəni oyundan çıxdın o məsələsi iminli onun o kazino olan üzüdür yəni. Çünki sən orada oturub gözləyə bilmirsən ki, qalxar, havasında sataram. Batdısa, sən pulun batdı. Amma bunu məntiqlə seçə bilirsən ki, bu qalxacaq. Hə. Seçmək mümkündür. Hə, qalxmağı da seçə bilərsən, orada düşüşü də seçə bilərsən. Yəni orada deyə bilərsən ki, bu coin hal-hazırda düşəcəkdir. Özünə interval vaxt ayırırsan 2 dəqiqə. 2 dəqiqə ərzində misal üçün coin düşür. Sən istədiyin pozisiyaya qədər gəldi, o coini bağlayırsan. Orada da qrafikdə də seçmək olur, yəni yarım saatlıq, bir günlük, yəni bir həftəlik, bir aylıq. Hə, o vaxt bitdiyində orada düşüşdə olsa, sən uduzmuş olsan. Yox, o vaxt bitəndə yox. Prosta o vaxtı sən özün üçün, öz beynində qoyursan ki, az müddət. Yəni sən çünki onun polibom olsa sən bir gün gözləsən, sənin o likvidasiyanı dəyəcək. Likvidasiyanı dəyəndən sonra sən bütün pulun batır. Sən prosta bilsən nə edirsən? Tez bazar çalışırsan ki, bir dənə o yavaşcan o qalxışı tutum mən çıxım. Pulumu götürüm çıxım, vəsə. O belə qalxdı, bu çox düşdü, onlara girişmir. Yəni belə bir şeydir. Belə bir növdür tradingin. Mən həm onunla, məsəl üçün YouTube kanalında daha çox scalping, yəni bu növü paylaşıram. Day tradingdə gündəlik məsəl üçün səhər işə getməmişdən qabaq bir dənə pozisiyaya baxıram, görürəm ki, ton düşürdü məsəl üçün 4.8-ə. Standartda ton həmişə olur 5.1. Neyinlə bir dənə long pozisiya açıram, axşama kimi 5.1-ə qalxar-qalxmaz. Axşam da gəlirəm, nə qədər gəlirim var, nə qədər mənfim var, onunla da bağlayıram. Onu az risklərlə girirsən. Yəni məbləğ olaraq az risk hesab edilir. Hə. Scalping amma risklidir, dəhşət risklidir. Sən 10 dəqiqəyə 10.000 də qazana bilərsən, 10 dəqiqəyə 100.000 də itirə bilərsən. Belə bir söhbət var. Çox riskli. Bu bəs ümumi şeyə təsir edir. Burada istifadə etdiyim coin-in qiymətinə. Məsələn, tutaq ki, once coin edirsən yoxsa necə? Bu sualı birinci başdan verək. Bu müəyyən bir coin-ləndir, yoxsa orada dollarla eləyirsən, yoxsa yox, eyni şəkildədir. Eyni spot rejimdə necə misal üçün Bitcoin alsan, 60.000-dən. Bunun prosta futures versiyası var. O da Binance-ın bütün yəni platformaların hamısında var. Futures bölməsi. Futures bölməsində girirsən, sən $100 varsa əlində, sən onu 2x-lə girə bilirsən və sən $100 avtomatik olaraq olur $200. Sən $200-dan pozisiya açırsan və sənə gələn pul həmin o $200
$200 gələn faizdir. Başa düşdün? Elə bir $200 Bitcoin almış olursan. Amma ki sən ekranda -100 görəndə sən avtomatik olaraq bağlanır pozisiya. Yəni o artıq Pulunu itirmiş olursun. Hə, pulunu $100 itirmiş olsun. $200 təbii ki yox. Çünki $200 o platforma sənə bir verir ki, gələn mən sənə 100 də verdim, yəni 2x elədim sən pulunu. Sən oradan faizini götürəsən, mən sənə verdiyim o 100-ü də mənə qaytarasan, öz 100-ün də özündə qalacaq. Yəni belə bir şey. Futures budur. Yəni ona görə məsəl üçün scalping nəyə deyirdim? Scalping böyük riski nəyə nəzərdə tuturdum? Sən böyük məbləğlə girirsən, üstəlik olaraq da böyük X-lə girirsən. Yəni sən məsəl üçün 10 minin var. 10 mini sən girirsən 100x-lə. Yəni sən özün gözün qabağında gətir 10 mini 100x gör nə qədər eləyir? Yəni sən həmin o məbləğin faizini götürürsən. Prosta ki o amma ki həmin o coin səndə faiz olaraq 10.000 düşsə, sənin bütün pozisiyan bağlanır və sənin 10.000-in də batır. Və o da scalpingdə imini scalping məsələsində daş deyə bilərəm ki, dəqiqə söhbətdir. Yəni dəqiqə söhbətində gözün qabağında o bata bilər. İşıq sona bilər yəni. 10.000 getdi. 10.000 getdi. Çox ağır söhbətdir. Məndə məsələn dəyişət çox olubdu. Yəni öz ağılsızlığımdan olubdu. Orada nə vaxt götürəcəyini sən özün seçə bilirsən də. Hə, istəsən biraz qalxan kimi əgər gəlirdəsənsə, əgər komissiyanın çıxmaq şərti ilə sən gəlirdəsənsə, çünki sən o X-lər üçün Binance misal üçün hələ komissiya da ödəyirsən. Ki sən mənə belə X verdin, sən mənə kömək elədin. 0.05% olmalıdır komissiyası standart olaraq. Nə yaxşı əslində faizi çox böyük faizdir. Çox deyil, yox. Dəyişib bir şey. Yəni $100 50 qəpik, 50 sent zət belə bir şey çıxır. Bax, onda belə çıxır ki, aşağı məbləğlə girib orada böyük qazanmalar, məsələn, ortalama $10. Belə götürək ki, biz cəmiyyətin pulu yoxdur ki, ora yesin $100 qoysun və yaxud $1000 qoysun. İnsanların çoxunluğu ora ata bilər $5, $10. Tutaq ki, $5 atsa və yaxud $10 atsa, o qazana biləcəyi məbləğin üst limiti hansıdır? İtirməyə bildik yox ki, itirici. Və yaxud da ki, itirmə ilə bağlıdır, sualı sonra verirəm. İndi qazancla bağlıdır. Yəni ürəyi nə qədər istəyir? İstəyirsən ki, 10 il saxla. Scalpingdə. Hə, sən o likvidasiya gəlib düşməyəndən sonra sənə heç də duası deyil. Prosta ki, Binance-da və digər platformalarda da belə bir söhbət var ki, 4 saatdan bir səndən yenə komissiya çıxır. Prosta əlində saxladığın üçün. O da yəni çox az miqdardadır. Demək olar ki, hiss olunmur. Yoxsa belə istədiyin qədər saxlaya bilərsən yəni. Onun heç bir problem yox. Oradakı şey qırmızıya düşmədiyi müddətcə. Hə, likvidasiya düşmədiyi müddətcə istədiyin qədər onsuz likvidasiya düşəndən sonra onsuz bütün əməliyyatda istifadə etdiyin pulun batır onsuz sıfırlanır. Bəs belə şey var orada. Tutaq ki, $10 qoymusan və orada düşüşdədir. Düşüşdə $8 oradan çıxara bilirsən, yoxsa ümumiyyətlə batır. Yox, çıxara bilirsən. Həm də tutursan ki, düşüşdədir. Olan pulu qurtarmaq istəyirsən elə bil. O mümkündür. Yəni eləyə bilərsən. Prosta ki, o da qorxulu bir şeydir. Yəni adam sonra çox depressiyaya düşür. Mən özüm yəni dəhşət depressiyalara düşmüşəm bu söhbətlər üzrə. Belə baxanda o anda mental bir yoldur da o. Çox ağır mental yoldur. Dumumuzu vurduqca istərsiniz yer bərkidir. Bu axırıncı məsələn tonda demək olar ki, itirdiyim ikinci ən böyük məbləğdir də mənim üçün. Onu itirəndə yəni səhər gəldim gülə deyə. Uşaqlar deyir, ay o şey likvidasiya sən olmadın zıpdı. Birinci səmərdə idi. Yəni okey məbləği daha böyükdür eşitdim. Sağ olun, sağ olun. Aslında bunu eləyə bildimsə də sabahsız gün yenə eləyə biləcəm. Yəni bizim elə vaxtlarımız oldu ki, məsəl üçün, nə qədər gülməli gəlsə də manat olan pul götürüb trade elədiyimiz vaxtlar olubdu yəni. Yəni dəhşət bir şey. Düzdür, heç kimə məsləhət görmürəm. Elə bir şey eləmirəm. Ümumiyyətlə bu videoda heç kimə yol göstərmirik. Prosta məsləhət veririk. Öz aramızda müzakirə edirəm. Aha, YouTube sonra şey verir. Manatodan alıb fikirləş pul qoyursan, trade edirsən, onu da borcun bağlayırsan, özü də pul olur. Hə. Maraqlı tema. Yəni bir dəfə biz elə eləmişdik. Manatodan götürdük, borcu bağladıq. Qəşəng hələ əlimizdə pul qaldı. Amma bir dəfə də elə olmuşdu ki, Manatonu da batırdıq. Ondan sonra bir dənə də borcu idi, onu da batırdıq. Ondan sonra fikirləşdik ki, onu da qaytaraq. Onu da həmin üsulla qaytardıq, amma o böyük stressdir yəni. Sən bata gedirsən. Bu şeyin bəs bununla əlaqəsi var. Bizdə var idi Investaz. Bu onun bənzərliyi var yoxsa bu prosta şeylərin, səhmlərlə əlaqəlidir? Heç onun problemsə. Investaz ilk başlarda belə səhmlər Forex-dir, yəni bunlarla məşğul idi. İndi
təzə kriptovalyutaya keçir. Yəni misal üçün o da brokerdir. Yəni kriptoda futuresdir, forex və səhmlərdə də misal üçün brokerin olur. Və o broker sənə X-lər verir. Misal üçün sənin $100 5x edir, eyni kriptodakı futures kimi. Prosta ki o artıq bir şirkət kimidir. Amma futures Binance-ın özündədir. Yəni belə misal üçün Investoza qeydiyyatdan keçən kimi sənə zəng gəlir ki, salam mən sizin brokeriniz olacağam, belə sizə köməklik edəcəm. Broker ümumiyyətlə işi nədir, nədən ibarət? Broker ondadır ki, sən əgər bilmirsənsə, başın çıxmırsa da özü sənin əvəzinə trade eləyir. Və başın çıxırsa da sənə sadəcə olaraq X verir. Yəni deyir ki, $100 2x-nə qatlaya bilərsən. Sən sadəcə bunu verir. Başqa heç nə. Bir də təklif sənə verir də. Təklif yox, elə birbaşa sənə bunu verir. Yəni təklif eləmir ki, istəsən eləyərsən, istəmərsən eləmərsən. Yəni o elə bir onun üçün işə yarayır və o səndən faiz alır. Investoz deyəsən 20%-dir ya belə 25%-dir. Qazancın yoxsa ümumi məbləğin? Yox, qazancın. Maraqlı. Yəni belə o Investoz brokerdir. Ümumiyyətlə tövsiyə edirsən bununla maraqlanmağı, məşğul olmağı? Tövsiyə olaraq mən tövsiyə eləyərəm ki, yəni forex-lə məşğul olasansa, xarici şirkətlər mənim üçün daha çox məsləhətdir. Yəni belə. Amma ki, yəni özün yanında bax da. Mən olsam eləmərəm. Öz adıma danışıram. Çünki mənə bir neçə dəfə zəng eləyiblər. Söhbət eləmişik, dərdləşmişik Investozla. Nə deyirlər ki? Gəl bizə qoşul. Hə, gəl bizə qoşul. Özə nə var? Qoşul prosta ki, mən yəni istəmirəm açıq. Çünki mən onsuz da bu tradingə girmişəm ki, mən nə deyirlər ona, azad yaşayım. Yəni mən kimlənsə yenə hansısa bir şirkətdən nədənsə də asılı olacamsa. Düz indi aslıyam, indi işləyirəm, yəni kimlənsə onsuz da aslıyam poliponu. Amma ki, yəni məqsədim budur ki, kimlənsə asılı olmayım. Yəni məqsədimi qoysam yenə gəlib kimlənsə asılı olum, yenə mən məqsədimə çatmış olmayacağam. Yəni belə gətirəndə maddi rifah deyirlər də belə şey götürür. Hə, ingilislərdə freedom, nə bilim. Bizim dildə şey demişdi. Mən bunları da öyrənmişəm. Bizdə piramida sistemində manipulyasiya deyirlər. Maddi rifaha çatmaq üçün 7 sözdən biri idi. 7 sözdən biri? O necə olur ki? 7 söz deyib cümləmi deyim, ox danışır. 7 dənə ayrı temadan bir, maddi rifah sözünü təkrar edirlər. Hə, manipulyasiya. Təkrarlayır ki, yəni biz bərabərdir maddi rifah. Manipulyasiya dəhşət bir şeydir. Yəni indiki Azərbaycanda olan şeylər, yəni bu tradingin trendə düşdüyü vaxtlar, indiki vaxtlar yəni. Bunların çoxu onsuz da xarici ölkələrdə çoxdan yaşanıbdır. Yəni mən fikirləşirəm ki, onsuz trading bir müddətdən sonra Azərbaycanda da standart bir professiya kimi olacaq. İndi çox böyüdürlər. Nəm reklamlar, videolar, harda mən Instagrama girirəm, mən tradinglə maraqlanıram. Azərbaycanda yaşadığım üçün avtomatik Azərbaycan bloqerləri, traderləri mən qabağıma çıxardım. Mən xoşum gəlmir. Bircə nəfərdən xoşum gəlir. Onu da mən təsdiqini öz gözümlə görmüşəm deyə xoşum gəlir. Adını çəkməyəcəm. Reklam lazım olsa yazarsın. Amma ki həqiqətən yəni bircə nəfərdə görmüşəm ki, real olaraq nəsə potensial var. Bizdə bəs coin çıxardan var heç Azərbaycanda. Pump Fund-da var. Bir də Bloom proyekti var. Bloom proyektinin içində coin çıxardan var, amma belə yox. Belə yoxdur. Düzdür, indi nəsə xəbər yayılmışdı ki, Azərbaycan buraxmaq istəyir nəsə bir coin. Amma inan ya o heç maraqlı gəlmədi də. Bilmirəm ki, 50 min coin var da. Mən usta scalpinglə məşğulum. Getdim Hotdog-da scalping elədim, HPP-də scalping elədim. Yəni trade-də də çox insan nəyə görə gəlir? İmminli dediyim o azadlıq məsələsinə görə. Gəlirlər ki, kimlənsə asılı olmasın. Məsələn, fərqli adamdır da, gedir işləyir, qazanır 300 manat, 400 manat, deyir mən trading görəcəyəm, mən azad olmaq istəyirəm. Gedir misal üçün 300-400-ün üstünə də qoyur 600. Gedir kiminsə kursuna. Kursda da deyirlər ki, gəlib 2 aya sahib gəlin. Cəmaət 10 illik xərcləyir, demir ki, mən professionalam. Sən deyirsən ki, 3 aya mən sənə öyrədim, sən bu qədər qazanasın. Sən qaranti heç cürə verə bilmərsən bu barədə. Warren Buffett ki, heç yəni ağzından elə bir söz çıxmayıbdı ki, mənə göndərir kimisə, mən onu öyrədərəm. Warren Buffett əgər kiməsə öyrədə bilmirsə, onu özgüvənli deyə bilmirsə də, sən də mənim bağışla motal pendirindən yeyib kənddə böyümüş insanlarıq da qaqa, yəni Warren Buffett deyilik. Sən kiməsə qaranti verə bilmərsən ki, sən öyrədin 1 aya, 2 aya qazanasın. Bizim insanlarda yəni xoşlayırlar temasını. Knopka olsun, belə basın pul tökülsün. Niyə Azərbaycanda çox adam kazino oynayır? Yəni niyə maraq çəkən çoxdur? Təzəlikcə bir insan var ya, sevdiyiniz bloger. Ad çəkmək istəmirəm. Silərsən
Bu insan misal üçün nə elədi? Bu dəqiqə girirsən ki, hamı söyür. Kazino yaratdı, heç nə, hamı girdi kazinoya. Pul, knopkaya bassan pul. Bu da demişdi ki, girəsən knopkaya basarsan pul qazanırsan. Bizimkilərin də ən istədiyi şey odur da elə. Girdilər heç nə tak pul yatırdılar, pul vurdular ora. 100 manat, 300 manat. İndi 100 manat, 300 manat kiməsə az gələ bilər. Prosta ki 10 min nəfər 100 manat yatıranda o 10 min çox böyük pul edir. Heç nə. Hamı batırdı. İndi hamı bu dəqiqə soyur. Özü də Rusiyaya getdi də mən bilirəm. Gəlin belə adım şey eləyərəm, haqqındakı hər şeyi saxlayaq. Bazıları söyməyə ürək eləyirlər, biz haqqında danışmağa ürək eləmirik. Əslində belə olar. Prosta ki mən necə deyim, kimsə tərəfdən linç yemək istəyir. Türklər demiş linç yemək istəmirlər. Heç də əgər haqqında söz deyirsənsə, linç nə edə bilər ki? Belədir ki, əgər elə deyibsə cəmaatı aldadıbsa, haqqında linç yox, da burada real söhsə deyirdi. Keçər bizim kanala. Keçər bir dənə bizim rahatlığa video çəkirdim. O mən bilən gedib Rusiyada dedi deyəsən YouTube eləyən daşını atıram. YouTube yox nə idi? O Instagramın zaten bir videosunu görmüşdüm. Axırıncı videom dedi, nə dedi? Orada görmüşdüm. Mən də biraz baxdım. Görüm bu bəlkə şeydə nə temadır, yəni altında nə çıxasıdır. Arada bir baxardım onun videolarına. Qardaşı elədi, dedi ki, "Hey, da batmışıq da, qoy mən də eləyim. Mən də nə yığdım, yığaram, çıxaram orada." Qardaşı necə oldu? Qardaşını o heç tanımır. Qardaşı da necə bir ferma teması idi. Deyəsən, tipo inəyi alsan mı? Bir qəribə bir şeylər idi. Yəni mən olsam, mən başa düşürəm ki, o knopka yoxdur. Yəni o knopka yoxdur. O ümumiyyətcə yaddan çıxartmaq lazımdır ki, kimsə sənə misal üçün mən Məhəmməd gələcəm Eminə deyəcəm, Emin, bax belə bir tema var, buna bassan özünə pul gəlir. Yəni bunu mən sənə deyirəmsə, mən o maşinikəm. Nice. Pulun ümumiyyətlə proseduru var da, qazancın proseduru var. Nəsə məhsul ortaya çıxarsan, ya ideya ortaya çıxarsan və yaxud da insanların həyatını yaxşılaşdıracaq nəsə ortaya çıxarsan və onun nəticəsində insanlar da qazanır, sən də oradan öz zəhmət haqqı götürsən də. Bunun qazanma psixologiyası belədir. Mən indi bildiyim qədəri budur da. Düz bölüm düz yəni, elə də olmalı. Yoxsa knopkaya basmaq elə də böyük pul qazandıracaq zəhmət deyil də. Yəni misal üçün sən az əziyyət çəkə biləcəyin bir şeylər var ki, sən oradan pul qazana bilərsən. Misal üçün tradingin özü knopkaya bastın pul qazanmaq deyil. Trading özü misal üçün sən evdən çıxdın, getdin bazara, 5 kilo alma aldın mayasının qiymətindən. Keçdin başqa yerdə o 5 kilo almanı satsan misal üçün mayasından 2 qat baha. Amma sən bilməlisən də almanın hansı sortu yaxşıdır, bu almanın qiyməti qalxacaq, düşəcək, tələbat buna necədir? Məncə bunlar önəmlidir. Sən ucu evdən çıxdınsa da, sən ucu o bazara getdinsə də, sən ucu əziyyət çəkmiş oldun. Trading sənə prosta nə edir? Trading prosta sənə deyir ki, qaqa otur. Mən sənin bu notebookda proqramını yaratmışam da, əziyyət çəkib bir də ora getmə. Prosta ki beynini, axlını fikirləş. Yəni düzgün şəkildə fikirləş. Gör günən ki, bu qırmızı almanın misal üçün gələn sezon qiyməti qalxarmı? Yəni bu ağaclar get-gedə sökürlər ağaclar. Yəni bu sabahsı gün bu az qalacaq bu almadan. Bunun yəni ki qiyməti qalxar. Sən alsan, bassan marazinika, gələn sezonda da buraxsan olsun, takka-tak satsan. Bu da sənin biznes. Çox əziyyət çəkdin? Yox, çəkmədin. Pul qazandın? Hə, qazandın. Amma əziyyəti var. Prosta knopkaya basıb sən onu qazanmısan. Bunun əziyyəti araşdırmasıdır da məncə. Araşdırması. Baxırsan ki, bu alma kimin bağındandır? Belə deyək də. Sadə olur. Dərmanlıdır, dərmanlı deyil. Cəmaət bunu bəyənir, bəyənmir. Mən də elə fikirləşirəm. Belə sadələşdirilmiş versiyası. Düşünürəm ki, başqa çünki izah eləmək olmaz da. Bunu şirkətin belə də arxitekturasından danışdı kiməsə bunu bezəcək. Deyəcək, bu məlumatı mən niyə bilməliyəm? Tradingi öyrənmək üçün də sadə cəmaatdan götürsək. Bir var bunun ixtisasını oxuyan olsun. Tutaq ki, oxuyur. Trading ixtisası var ya yox, bilmirəm açıq. Amma marketinq tutaq ki, oxuyan olsa birisi və yaxud da nə ixtisası var bununla əlaqəli? Yoldaş Biznes Universitetinin tələbəsi. Məndə ekspertiza marketinq. Ora aiddir məsəl üçün analiz eləmə şirkətləri zadı. Bizdən də qida zad belə. Hə, qida ekspert falan. Məsəl üçün şirkət açsan, konkurent şirkəti araşdırmaq, görüm onlarda neçədir. Nə ucuz. Tutaq ki, səhmdarlıqla falan əlaqəlidir. Tutaq ki, mən pul olan bir adamam. Hansı şirkətə pul eləmək istəyirəm də, buraxmaq istəyirəm. Belələri onlar dildə desək. Onun üçün araşdıran ixtisas hansıdır? İşte elə ixtisas var ki, elə yanından çağırırlar, gedirlər, cəmaət oturur, daskaya baxır, bir saat çıxır gedir. Biznes şey deyirlər, amma ki, getsən ki, işte yoxdur. Məktəbdə olan proseduru deyim də, müəllim orada dayanıb, soruşur, uşaqlar öyrənmisiniz? Uşaq deyir, hə, öyrənmişik. O həqiqətən elədir də, yəni. Sonra da cəmaət deyir ki, yəni, niyə bilək? Məncə oxumaq lazımdır, biliyi bir dəqiqə ən böyük şeydir. Zəhmət çəkən adam da alma temasına qayıtsa, o bənzətmə deyir də ona. Həmin bənzətməyə qayıtsa, onun kökündəki zəhmət onu öyrənməkdir.
sadə dilləncədə kim yetişdirir onu, coinlərdə hansı şirkət buraxır. Ay, Tutaq ki, Trump buraxır da. Trumpın özü şey var da deyəsən, Trump Holding var, nə var? Onun yəqin işçiləri edir da o coini buraxan. Yəqin ki, kimsə məşğul da olmalı. Çünki Trump bizdə də Trumpın binası var məndən. Trump Tower olmalı. Bakıda Trump binası mən eşitmişdim. Google Maps-də qabağıma çıxmışdı, heç bilmirdim. Orada öyrənmişdim Trumpın səndə Bakıda binası var. Gördün, Azərbaycanda binası var. Mən xəbərim yoxdur açığı. Elə bir şeylər çıxmışdı qabağıma. Yəni dediyim kimi də söhbətin burada məğzi nədir? O kim tərəfindəndir? Güvənilir bir adamdır. Bunu bir var pul yığmaq üçün eləyir bunu, yoxsa prosta burada bir ideologiya atır ortaya. Sonra misal üçün sən almanı satsan. Çünki biz də almanı. Sadə dildə amma xoşladığı yeni bir şeydir. Sən almanı satsan, satdığın adamdan sən misal üçün söhbət eləyirsən. İndi kimsə bəyənməyə bilmir, kimsə xoşlamaya bilər, amma ki bu yəni həqiqətli və reallıqdır. Sən qabağındakı insana qarşı manipulyasiya eləməlisən. Manipulyasiya eləməlisən ki, səndən xoşu gəlsin. Sabahsı gün misal üçün sənin yanında başqa alma satanda görəndə gəlsin səndən əllə görüşsün, səndən alsın. Eyni qiymətdə olsa, lap ucuza da olsa. Çünki bu insan səni tanıdı, sən manipulyasiya elədin, sənə güvəndi və bilir ki, artıq səndə o dadlı da alma. Belə məsələlər var. Məsəl üçün sən burada da əziyyət çəkmiş olsun. Bu da bir prosesdir. Ya almanı gəlir məsəl üçün 5 kilosunu aldı, sən dostluq elədin, tanışlıq elədin. Get-gedə yığılır bu kütlə. Sən o balaca durduğun, satdığın alma yerini eləyirsən putka, sonra eləyirsən mağazin, sonra eləyirsən fruktov, market. Yəni bu get-gedə böyüyür. Ki fakt, amma ki soruşsan ki həmin o insandan bu biznesi nə ilə qoşdu, nə ilə başladı? Deyəcək ki, bazardan aldım, alma, getdim, başladım satmağa. Deyirsən ki, yaxşı da məzələm. Amma arxadakı proseduru bilmir ki, müştəri ilə danışmaq, nə qədər əziyyət çəkir. O almanı seçməyə təcrübə istəyir, planlı təcrübədə. Məsələn, trade-də də coin seçməyə özü təcrübə istəyir. O yaxşı bənzətmədir. Dediyin tam açıq-aydın izah edir. Amma məncə gənclərin məşğul olması gərəkən bir şeydir. Boş vaxtda gizli şeylərlə maraqlanmaqdansa bunu öyrənsələr məncə daha yaxşı. Mən elə fikirləşirəm ki, tutaq ki, YouTube-da bir kanal kripto haqqında bütün məlumatı verməsə də, fərqli kanallar kriptoya fərqli yöndən öz fikirlərini bildirdikləri üçün ümumi videolardan baxıb tək nəticə əldə edə bilərsən. Hansı ki, onun bir kurs sənə hər tərəfli pulla satacaq. 100% səndən tam olaraq razıyam. Yəni düppərəmcə beynimdəki sözlərin hamısını sən özün dedin yəni. Mən özüm elə öyrənmişəm çünki 6-7 kanala baxırdım. Hərəsi kriptovalyutanın bir tərəfini izah edirdi. Amma kurs satmaq istəyirdi. Deyir, kursda ümumi məlumat var. 6-7 fərqli adama baxandan sonra bir bütöv kursun məlumatını pulsuz öyrənmiş olursan. Ondan bundan götürə alacaq kurs. Bu da olursa amma adama da o qabiliyyət lazımdır ki, beynində cəmləşdirə biləsən onu. O təbii ki, o şey insandan asılıdır. Yəni insan var ki, deyir ki, mən nəsə eləmək istəyirəm. Mənim fikrimdə var. Amma baxsan ki, bu insan heç də eləmir. Yəni nə səhər tez durar, nəsə bir iş görər, nə boş vaxtı olan kimi qaçar həmin o işin dalınca düşər, nəsə həvəslə yanaşar. Məsələn, mənim dostlarım var ki, çoxdur da kripto deyəndə başlayırlar danışmağa. Ay, kripto belə, kripto elə. Düzdür, çox vaxt danışmıram belə söhbətləri. Yəni dostlarımla. Baxırsan danışır, bunu eləyəcəm, onu eləyəcəm. Sonra da sən gəlsən ki, bizim bu məsələ var idi, bizim bu proyekt var idi. Yadına ki, onun üstünə düşək. Yox, məndə bu dəqiqə alınmır, axıt yoxdur, nə bilim. Sən bilirsən ki, sənin vaxtın da var, sənin əslində gücün də var. Sən prosta ki, içindən gəlmir. O necə deyim, o deyirlər biznesmen doğulmaq lazım. Ya da ki, təcrübəsi yoxdur, ya da qorxular var bəlkə də. Çünki məncə çoxsunun burada qorxusu itirməkdir. İnsanın ümumiyyətlə çoxsunun qorxusu orada itirmək qorxusu var da. Çünki bu itirə biləcəyin bir yerdir. Və çoxsu da nə ilə tanınır? İtirir. İtirməklə. Məşhur hamısı bilir ki, qazanan yaxşıdır. Həm də belə də baxanda kriptovalyutada qazanan necə qazanır? Orada kimisə itirməsi ilə qazanırsan da. Ona görə orada və qazananlar həmişə ön plana çıxır. Əksər qazananlar da nə edir? Mən düşünmürəm ki, oradan tutaq ki, sən də olsan, mən də olsam 3 milyon pul qazansaq, təzən ondan məşğul olaq. Mən olsam, tutaq ki, böyük pul qazansam da orada, mən hamısını ora qoymaram. Müəyyən bir faizini qoyaram. Əvvəlki intensivliyinə məşğul olmaram. Daha real bizneslərə yönələrəm. Əldə tutulan. Bu virtual biznesdə belə götürəndə. Biznes. Amma ki virtual biznes. Amma böyük pul olandan sonra keçərəm real biznesə. Məsələn, Azərbaycan psixologiyası üstü çayxana altı moyka. Yox, əslində yəni normal bir psixologiyadır. Təbii ki, yəni sən bir müddətdən sonra misal üçün 10 milyonun varsa, o demək deyir ki, sən 10 milyondan da elə trade eləyəsən və ya 5 milyondan. Gedərsən təbii ki, başqa bizneslərə də yatırım eləyərsən. Bu elə bir yenə gəldi kriptoya çıxdı. Pepe misal üçün $100 Pepe alsan.
100 dollara Doge alsan, 100 dollara Bitcoin alsan, 100 dollara Ethereum alsan. Bunlardan hansısı da onsuz da sənə neçəsə də X verəcəkdir. Bunlardan 4-ü batsa, sən itirəsən 400 dollar. Bunlardan biri 10x eləsə, sən qazanırsan 1000 dollar. 1000 dollardan çıx 400, sən 600 gəlirdəsən. Yəni bu qıraqda açılan bizneslərdə elə bir dənə məsəl üçün barber shop açdın. Bir dənə mağaza açdın. Hansısa batsa, sən bilərsən ki, sənin oradan o birisindən pasiv gəlirin var. Yəni o sənin üçün təbii ki də müsibətdir. Yəni mən səndən tam olaraq razıyam 100%. Amma mən nəyə görə həm də deyirəm, insandan qorxusu nədir? Özünü yönləndirmək istədiyim oradır ki, insandan qorxusu ondadır ki, oradan tak 3 milyon qazananda, oradan götürdüyü 3 milyonu təzədən yatırmır ki, növbəti kimsə oradan yenə həmin 3 milyonu qazana bilsin. Ortada qazanılan pul dövriyyəyə qayıtmır. Ona görə də insanların itirmə qorxusu daha çoxdur. Bu məncə məntiqli qorxudur. Elə götürəndə. Mən qorxanların gözündən baxsa. Amma normal analiz edib bazar tələbatını öyrənə bilən insan üçün də ki, qazanma şey var. Yəni insanlar bu bucaqdan baxmır mövzuya. Mən baxıram. Mən bu coin ala bilərəm. Mən məsələn alanda nəyə baxmışdım? Orada kim eləyib? Mən almışdım hansı şirkətdə CEO olan olub, çıxıb, yaxud da yaxşı pozisiyada olub, yaxud da hansı şirkətdə IT-şnik olub, özünə çıxıb, özünə nədirlər ona? Bir dənə proyekt yaradıb coin çıxarıb. Mən onları almışdım. Var idi də orada şeylər də var. Adi insanların yaratdığı, sənət adamlarının yaratdığı var idi. Blogerlərin yaratdığı coinlər də var. Onlara girmədim. Bildim ki, onlar partlayıb düşə bilər, onu tutmaq olmur. Amma hansısa bir ideologiya altında yaranan coin həmişə qalxışda olacaq. Amma bəxtim gətirdi ki, tez zamanda qalxdı, qazana bildim. Bəziləri də varıb qalmışdı. Nexus coin işləyir. Mən onu heç giriş eləmirəm. Orada xeyli pul var. Nexus bilmirəm. Nexo yazılır. Nexo? Ha, birja. Bildim. Coin yox, coin deyirəm mən. Kaşlyok kimi bir şey. Ha, bildim. Terminən açığı bilmirəm buram. Prosta po kayfım girmişdim də. Ha, bildim. Yox, mən görmüsən ki, özüm də başa düşmədim birinci. Amma yox, sən düz deyirsən. Ya o deyirsən birja, deyirsən birjaydı. İndi saytı var, prosta mail adı yazıram, mən girə bilmirəm. Onu deyə bağladılar, ya maşinlik elədilər, ya məhkəmə verdilər. Bir şey var idi bu söhbət. Amma tam dəqiq yadımda deyil. Mən söhbət gedir arsa çoxdur. 2022-nin elə bu vaxtları idi. Yanvar ayı falan idi. O vaxtlar götürmüşdüm. Sonra 22-nin axırlarına tərəf satmışdım. İtirmə qorxusuna gələndə isə düzdür. İtirmə qorxusu əslində yaxşı bir şeydir. Prosta ki, çox emosional davranmasan yaxşı bir şeydir. Yəni sən scalpingdə də, day tradingdə də onun öz strategiyası var. Yəni sən işlədiyin professiyanın öz strategiyası olmalıdır. Sən əgər o strategiya ilə işləyirsənsə və o halda itirsənsə, bu çox normal bir şeydir. Yəni sən prosta deməlisən ki, itirdim bu cür. Deyir bizə, nə bilim, zartçı, görmüsən aktrisalarınız adındadır. Bilmirsən, sən trade kanalına giribsən, bilmirsən bunlar daşırlar, bilmirsən aktrisadan danışırlar. Yəni, bizim kanal, mən nəyə görə yaratdım? Mən açığı fikrimdə var idi, birinci, ancaq sakitcənə prosta ki, oturum trade edeyim, videoya çəkim, həm özüm üçün, həm kimsə girər, baxar-baxmaz, yəni özlər bilər. Sonradan elə oldu ki, Cavid iş yoldaşımdır, həm də yaxın dostumdur. Dedim, yəni ki, bir dənə video çəkeyim, YouTube kanalı açaq, belə eləyək, heç nə paylaşaq. Biz elə başladıq. Ondan sonra hələ mırtdaşa deyə, gülə, deyə, sigaret çəksək görən. Çək neysə, söy getsin. Bir dənə kofe zat, belə. Bir də görürsən kofeyə orada içirəm. Elə variantlar da var idi, Stakanda Elədi. Biri tökürəm bir özünə. Deyəs onda tək idim. Onda tək idim, trade eləyirdim. AI-dan qabaq olan videoda içirəm orada kəsməmişəm. Adlı göz ağzım büzüşürdü. Bu nə sayda? Bildiyin yəni bizdə dəlixana. Nə edirsən elə? Hər şey okeydir. Kim baxar. Onsuz da bizim millət xoşdur, söyüşdür, dəlixanadır. Kimsə kimsəsə çırpsın. Kimsə ifşasını yarsın. Sən də mənim baxışda səndən tupoyu sayınəsə əmr edir. Heç ləzzət edirəm. Yəni sən bilmirsən bu şeyi, bilən kimi aparırsan və kiməsə onu əmr edirsən. O da alınmır, düzdür. Amma ki, sənə yenə deyirəm, nə qədər aqressiv çıxsa da, nə qədər kimsə xətrinə dəysə də, mən yenə deyirəm, mən fikirləşirəm ki, biznesmenlər iminli azadlıqda yaşayıb, qıraqdan nəyisə pul qazanmaq istəyənlər, öz bossu, yəni öz müdiri özü olmaq istəyənlər doğulur.
Mən o fikirdəyəm ki, başına nəsə gəlir və o momentdən sonra xarakteri dəyişir. Çünki baxıram bəzi insanlarda, yəni sevirlər və öz xoşda. Bu da pis bir şey deyil. Bu da zapadlı deyil. Prosta ki, özü xoşdur ki, kimsə başında dursun və kimsə ona əmr eləsin, kimsə ona bildiriş İşi versin. göstərsin. Nə işi göstərsin. Yəni Öhdəlik yox, nədir? tasdır, mən də başa düşürəm. Yəni taskı versin ki, get bunu elə. İşi tapşırsın da, iş tapşırsın. Ay sağ ol. Mən misal üçün mən özümdə eləyəm. Mənə də onsuz da hər gün iş tapşırırlar, hər gün mənim başım üstündə. Prosta ki, söhbət nədir? Nə istəyirsən? Ya o ürəyin yanır yox onu deyəndə də ki, belə. Hə, pis təsir edir. Sıxılırsan. İstəsən mən misal üçün kassada dururam. Kimsə gələndə, kimsə nəsə şey eləyəndə, demək istəyirəm ki, qardaşım, bim eləyərsən, demək istəyirəm ki, ürəyim sıxılır da, yəni istəmirəm, mənə işdə demə. Yəni özün bilirsən də işləyirsən. İşdə. Mən də gördüyüm işi, mən tutaq ki, özümə uyğun sistemi qurmuşam, işləyirəm. Kimsə sistemdən kənar və yaxud da öz başı çıxmır, amma məndən başda nəsə sorğu-sual deməyə, onda əsəbləşirəm. Mən də səndən iyi demək istəyirəm. Sən get bir dəfə düş. Nəyləsə məşğul ol, başın qarışsın. Bim eləyərsən. Biz çox oturacağıq, yəni. Yox, mən tema qutarıb 2 saata yaxın şey var burada. 2 saatdan siz nə qədər material çıxardısınız? Baxacam da. 46 dəqiqə.